Hamınıza salam dostlar, necəsiniz? Bugün sizlərlə birlikdə kanalımın ilk videosunu çəkəcəyik. Ona görə biraz heyecanlıyım, sözlərində biraz dəyişiklik ola bilərdi. İşte, bugün sizlərlə birlikdə çubuq adamların dava oyununu oynayacaq. İndi dostlar, mən sizdən əvvəl bu oyunu biraz oynamışam. Gördüyünüz kimi 13 level kimi görmüşəmdir. Kənarda yazır. İndi yükləmək istəyən buradan adı yazır. Buradan siz oynaya bilərsiniz. Çox tövsiyə edirəm. Mən də çox qəşəng oyundur. Oradan dostlar, əgər siz çoxlu qardaşınız dostunuz varsa, burada İstəsəz özünüz tək oynaya bilərsiniz, 2 tək oynaya bilərsiniz, 2 nəfərlə də oynaya bilərsiniz, 3 nəfərlə də 4 nəfərlə. İstəsəz özünüzün qarşısına burada çoxlu adam gəlir, botları, burada ancaq botlar var, burada serverdə botlarla savaşırsınız, burada da boss var, bossla da 2 nəfərlə birlikdə dalaşa bilərsiniz. Bunlar da 2 nəfərlidir. Burada hayat aracını dersen, burada da çok güzel oynuyorsun. Şimdi dostlar başlayalım oyuna. Hemen bir neferin sevgisi çalın. Dostlar isteseniz siz burada random var, random demek yani burada rastgele geliyor da zaten burada sıfır harita var. İsteseniz mesela siz bunu istiyorsunuz mesela. Bunu ile saklıyorsunuz, koyuya basıyorsunuz, ele oyun gelir. Burada çoxlu haritalar var. Mən sizə böyle haritaların hamısını göstərənlərində. Burada dostlarında tapağını siz seçə bilərsiniz. Bunun hamısı da reklamlarında. Arada çoxu var filmlərində, amma azda son olanlar. Yəni belə də burada rənginizi dəyişdirə bilərsiniz. Məsələn, belə bilərsiniz. Buradan balaca klor 2-dən buradan belə məsələn bir yerə bastığınız yer olur. Klor şunda belə xırda olur, amma sonra da klordan rəngi birinci rəngdən belə, ikinci rəngdən balaca olacaq. Birinci rəngim qara eləyim. Qara mən ən sevdiyim rəngdir, amma arada başqa rəng var. Qabağımda işte qara olsun. Qabağımdakı da ağ rəng olsun. Bu indi dostlar sarı rəngli olanı mən kontrol eləmək, amma onu oyunun özü eləyir. Mən sadəcə özümü kontrol edirəm. Burada dostlar, indi burada savaşacağınız alət var. Burada çox alət var, amma mən yenə də təbii ki də random seçəcəm. Rastgele gəlir. Ama burada hamısının çok şartı var. İndi özünüz burada incəsəzlər, mən sonralarda Türkçe çevirəm videolarda. Neyse, random seçək, öbürsünüzə random seçək, başlayaq. Dostlar, sizdən bir şey söyləyəm. İndi mən hangisi oyuna biləcəyimi bilmədim. Sonra özüm şeylərdim da bilmirəm da hansınız siz böyle yorumlarda yazın, mən sizin mütləq yorumlarınızı oxuyacağım. Yəni sizin şübhələnməyincə və sırasız yorumlar oxumayacaq. Bu arada mənim də adım Rasul'dur, yəni bilin də özünüzdə. Sonra yorumlarda qardaş, abi, dayı, xala, nənə, baba yazın, elə adım mən yazın. Dostlar, mənim bir də dostlarımda onun da YouTube kanalı var da. Onun YouTube kanalı biraz məndən böyüdür. Ona da abone olmanızı çok edirəm. Kanalın da adı Gaming YouTube'dur. G böyük hərflə, G'in balacaları, özürlər balaca hərflə və YouTube böyük hərflə. Ona da gelip mütləq abone olmayı unutmayın. Mənə də abone olmayı unutmayın. İndi də sizlə danışdım deyə başım qarışdı, dərdini acıyın.
Qara olanların yeni adı ah olanda başka bir düşmanında oyunun müziği vereceğim. Bilmiyorum qabaqdakı bottu mu yoksa normal oyundu. Ondan sonra o birisi arenaları göstərər. Burada şeyleri özü değil, isterseniz özünüz de bakıp o küçüklüğünde bilərsiniz demədi. Bu dostlar bu özel cüzdan kullanıram. İşte deminki bu özel cüzdanı takılan. Burada ben yedirəm, burada yarın görüntüsü var, burada sallayacaq. Mavi gəldiysə əgər, mavidən bırakırsınız beləli. Məsələn, bax indi mənim özel cüzdanım var, yaşıl. Onu indi yedirəm, bırakıram birdən özel cüzdan gəlir. Belə. Burada indi dostlar oyun şeysizdi, Wi-Fi'sizdi. Wi-Fi da oynayabilirsiniz, Wi-Fi'siz de. Wi-Fi ile oynayanda çok reklam var. Ona zaman Wi-Fi'sizdi. Burada ikisinde değildi. Bu arada şey neydi? Hakikaten çıktı. Ben kalanın linklerini tabi kanalda. Hemen yay tatilindeyim bazı üç gün sonra yay tatilden biraz da videolar basacağım. PUBG videolar basacağım. Şimdi ben çekeceğim. Neydim çekeceğim. Biraz dostlar, benim biraz durum çekebilir ama şurada biraz yapıyorum. Ona göre değil istedim. Bu oyunuma uşak baktım, birden ağlama geldi. Kanalı açmıştım bir 200 abone olmaz videolar arkadaşlar ben bir 200 abone olmam. İndi fikirləşirdim ki mən nə video çəkim, ağlıma elə bu gəldi. Deyirəm də xoşunuza gəlməsi görünlərdə yazın, istədiyiniz oyunu oynayın. Şimdi oynaya bakalım. Böyle dostlar ahtarlar, sular, gəldi şeyler onlara basanda da olursa bu düşman saldıranda olursa bu dözgün canlı görsəlir. Bugün siz bağlı silahların ne işe yaradığını da öğrenebilirsiniz değil mi? Dolarla deneyim yoksa video çekmeyi. Videoyu demişim. Videoların istediği olduğunda isimlerine yazdım. Ben herhalde 10 dakikalı atıram. 10 dakikalı hatta. Şimdi biraz oynayayım. Ondan sonra çıkacağım. Oyunu videomu bitireceğim. Bu videomda indi ben neçəsi alayım. Neyse bu videonu atacağım. Mənim atamdan 3-4 gün sonra siz görəcəksiniz videonu. Bakın siz baxdığınız üçün əgər video paylaşdığım gün baxırsınızsa, məsələn siz ayın 5'i baxırsınızsa, iyulun 5'i. Siz əslində mən iyunun 1'də atmış olacağım da. Siz biraz geç bakacaksınız. Bir ki dostunuzla, abinizle, kardeşinizle, qohumunuzla, şivalinizle kanalı paylaşmak yadınızdan çıxmasın. Çünkü məndən bu kanalda çox əməyim var. Mənim bir də əvvəlki kanalım var idi. Telefon format verirdi. O kanalı getdi də. Hala var. O birisi kanalım vardı. O oyunun 3 idi də.
Bu kanal geçti ya 10. montaja kanal açacağım. İnşallah bu kanalda olursa kanal için geçer izlenir. Bizden nasıl olur? Dostlar videomuz burada da olsun. Videomuz burada olsun lütfen. Sabah bir sonrak görüşürüz. Bir de şu dostlar bize de gün bağlayın. Videoların indi harcından alsın ise haftadan. Onu da yapsak çok olur. Öpürəm sizi. Sağ olun. Bye bye.